İmtahanlarda verilən tapşırıqlar dərsliklərə uyğun deyil. Uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq olunur. Bu kimi iradlar əsaslı və düzgün yanaşma deyil, deyib Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə Xalq qəzetinə müsahibəsində və DİM sədri qeyd edib ki, təsdiqlənmiş və rəsmi sənəd kimi bəllidir ki, dərsliklər həmişə kurikuluma əsaslanır. Eyni zamanda imtahan sualları müəyyən keyfiyyəti yoxlamaq üçün də hazırlanır. Uşaqların oxuyub anlama bacarığı yoxlanılır. Dərsliklərdə olmayan, tanımadıqları bir mətni təqdim edərkən biz görürük ki, həmin o detallar da kifayət qədər araşdırılıb. Biz imtahanda şagirdə ona tanış olmayan mətn veririk ki, oxuyub anlama və eşidib anlama qabiliyyətini yoxlayaq. Yəni, əslində Məleykə Abbaszadə deyir ki, həm tapşırıqlarda, dərsliklərdə daha doğrusu olmayan materiallar tam olaraq verilmir. Sadəcə ora uyğun şəkildə müəyyən mətnlər, yəni tanış olmayan mətnlər hazırlanır ki, görsünlər ki, uşaqlar oxuyub anlama qabiliyyətinə malikdirlərmi? Bilirsiniz ki, əzbərçiliklə bağlı iradlar da çox deyilir, vurğulanır ki, uşaqlar daha çox əzbərçiliyə köklənir. Amma Məleykə Abbaszadə deyir ki, bu kimi iradların heç bir əsası yoxdur. Digər bir məsələ də var. Bu ilki 9-cu sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edilib, deyib Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri. O bildirib ki, burada əsas məqsəd şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdə. Hazırda 9-cu sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur. Yəni 11-ci sinifləri nəzərdə tutur. Bu da o deməkdir ki, biraz da çətinləşəcək onlar üçün.